Rulavon yeri dəyişilib ya çart olub. Düzəldib, basıb bağlayırsan. Diqqətlə qulaq as mənə. Cavan uşaqdır, 07 proyekti istəyib, özü Londonda təhsil alıb. Uşağın başını aldadıblar ki, cavan uşaqdır da, aldadıblar ki, bu maşın detaldır, altı üstü hər şey idealdır, gözəldir. İdeal, aparıblar başqa ustanın yanında, o usta bilər, Allah bilər, bir də maşını satan bilər. Biz ona qarışmarıq, ortada nə haqq hesab olur. Uşağa aldanıb və maşını alıb gəlib mənim yanıma ki, maşını yığaq, proyekt eləyədik, istəkər, pnevma, aparatura falan. Dedim, kişi, bu pulu bu maşına qoyma, bu partlaq maşındır. Necə yeni partlaq maşındır? Dedim, bu. Sürüyor otoraporda, otorapor sən sənəd versin imzalı. Biz də bilirik, maşınlar yaranıb ki, partlamaq üçün, çatlamaq üçün, düzəltmək üçün. Bu adam ama pulunu ayırmışdı ki, ideal 07 üçün. Aldattılar onu. Bu qədər sadə və bəsit. Bu da bizim vəzifə borcumuzdur otorapor olaraq. Maşınlara baxıb və alan insanlara, müştərilərimizin fikirləri orada sənəddə imzalı göstərək. Yəni, partlaq maşının da qiyməti bəllidir, salamat maşının da qiyməti bəllidir. Amma salamat maşının pulunu partlaq maşına vermək Allaha xoş getməz heç vaxt. Bu da otoraporun vəzifə borcudur ki, vəzifə borcudur. Xidmət göstərsin ki, sənə partlaq maşını ideal maşının əvəzinə verməsinlər, pulunu almasınlar. Fikrimi izah eləyə bildim də yəqin ki, hamı üçün. Yəni, bəzən özünüzü komentarilərdə göstərmək istəyirsinizsə, düzgünlüyünə fitva vermək lazımdır. Onda belədirsə, sənin 07 mən 3000 pul verirəm, gətir alıram.